Salam arvadınız xeyir dəyərli tələbələr. Bugün sizinlə birlikdə deməli ali fizikanın yeni bir mövzu ilə birlikdəyik. Deməli keçən dərs səhv etmirəmsə ali fizikadan ideal qazın hal tənliyinə baxmışdıq. İdeal qazın sonra oradakı o təzyiq düsturunun haqqında baxmışdıq və bu təzyiq düsturu haqqında müəyyən deməli fəza içərisində onu öyrənmişdik. Bu gün isə istədim ki, madəm ki molekulyar kinetik nəzəriyyədən bir isbat verdim, ondan əvvəlki mövzulardan birinə də isbat vermək istədim. Yəni bu məsəl üçün aerohidrostatik və aerohidrodinamika mövzusundan deməli Bernoulli qanunu bu gün sizə izah etmək istəyirəm. Deməli, çünki Bernoulli qanunu üzərində mövzu izahından deməli keçmişdik, səhv etmirəmsə. Bu gün isə burada deməli uzun bir hissə halında deməli Bernoulli qanunun nə olduğunu sizlərlə deməli birlikdə danışmaq istəyirəm. Başlayaq. Başlığımız Bernoulli qanunu. Bir saniyə marker düzəldim. Aha. Deməli, ilk hissədə bizim deməli öyrənə biləcəyimiz hissə deməli hissə bunu keçəcəyik. Birinci deməli ilk öncəliklə o mühiti yaratmalıyıq. Mühitin deməli necə yarada bilərik? Məsəl üçün deməli buradan belə bir en kəsici boru olsun. Üfüq istiqaməti durmuş. Bu bura olsun. Bu ikinci hissə olsun. Bu buranın birinci, bu da buranın ikinci hissəsi olsun. Bu sahələri yazaq. Məsəl üçün bura S1 yazaq. Bu S1 deməli sonraki S1-dən sonraki, yəni S1-in ilk hava axını alanı S1 ştrix deyəcəm mən. Buradakına S2 deyəcəm və buradakı S2 ştrix deyəcəm. Buradakı ştrix olan hissələrə, yəni bunun rəngini dəyişim. Yəni buradakı S1 ştrix S1-in axırı kimi yadda saxlaya bilərsiniz. Buradakı S2 elə ki bunun başlanğıcı, S2 ştrix isə bu ikinci turbanın, yəni ikinci hissənin daha doğrusu ikinci hissənin sonu, yəni ştrixdirsə sonudur, ştrix yoxdursa deməli ilk hissəsi olacaq. Və bu məsəl üçün müəyyən bir H hündürlüyündən məsəl üçün bu hissə ştrix olan hissələrə yaza bilərik. Yox, ştrix olan hissələri yazmayaq, elə sadə olsun deyə buradan yazacağım. Aha. Deməli, bu aşağıdan buradan bura olan məsafəyə mən bir H1 deyəcəm. Ondan sonra ikincini də elə buradan yazaq. Buradan bura olan məsafəyə də deməli burada bir H2 deyəcəm. Buradan da belə bir yol çəkdik. Aha. İndi mühiti çəkdik. Əla. İndi biz bu hissədə öyrənəcəyimiz şeylər hissə baxacağıq. Biz burada ilk öncəliklə bu deməli hava axınından keçən mayənin, yəni buradakı bu maye nə təsir edir? Yəni mayənin bu kəsikdən keçməsini və müəyyən bir iş görməsinə kömək edən nədir? Həmin bu demək kəsin təzyiqi. Yəni buradakı öyrənəcəyimiz şey ilk şey olacaq təzyiq. Amma təzyiqin biz nəyini öyrənəcək? Təzyiqin bu hissədəki gördüyü işi, yəni burada mayenin axar zaman bu hissədəki həmin bu təzyiqin gördüyü işi görəcəyik. Amma ki bir şey də unutmayın ki, buradakı hava axını istiqaməti olduğuna görə burada vektorial bir kəmiyyətdən söz edilir. Yəni burada təzyiq yox, təzyiq qüvvələrini öyrənəcəyik. O zaman vaxt itirmədən deməli izahımıza başlayaq. İlk öncəliklə məsəl üçün biz ilk hissə nə yazmışıq? Bu hissə yazmışdıq S1, bu hissəyə də yazmışıq bir S2 elə bilir ki, düzdür? Bura S1, bura S2. İndi mən bu S1'i yazsam ki sol tərəf üçün, baxın buradan belə. Sol tərəf üçün sol tərəfdə nə var? Sol tərəfdə S1 var. Yaxşı, bəs sağ tərəfdə nə var? S2 var.
Bunu yazacağıq. Sağ tərəf üçün deməli deyəcəm S2. İndi bu hissədən həm sol tərəf üçün, həm də sağ tərəf üçün uyğunluqlar yazaq. İndi ilk öncə başlayaq deməli sol tərəfdən buradan. Deməli sol tərəf. İlk öncəliklə təzyiq buradan yazaq hətta. Buradan birinci bir P1 təzyiqlə buradan başlayır və müəyyən bir P2 təzyiqlə çıxır. Və buradan gələn, yəni buradan axan maye müəyyən bir V sürət edəcək. Yəni bu istiqamətə yazacağım V1. Sonra ikinci deməli kəsiyə zaman gələn zaman buradakı sahələr axı fərqlidir axı, hər birinin sahəsi fərqlidir. Ona görə də bu hissədə də bir V2 sürəti əmələ gətirəcək. Yəni mənə burada S1 ştrix lazım deyil. Zaten bu S1 ştrix S1'in sonudur. Mənə burada S2 ştrix da lazım deyil. Çünki mənə lazım olan S1 ilə S2, yəni hər ikisinin ilk nöqtəsi. Yəni S1-dən çıxdı, gəldi S2-yə. Zaten S2 nə qiyməti alırsa, S2 ştrix də o qiyməti alacaq bu hissədə. O zaman deməli burada ilk öncəliklə gördük ki, mayəni burada müəyyən bir P1 təzyiqi deməli itələyir. Və bu zaman həmin bu deməli təzyiq qüvvəsi üçün F bərabərdir P1 S1 yaza bilərəm. Düzdürmü? Yaxşı. Maddə maye və ya deyək, maye müəyyən bir deməli delta T müddətində müəyyən qədər bir məsəl üçün L qədər, delta L qədər yol gedibdir. O zaman ilk kəsikdən keçən deməli, yəni bu hissədən keçən ilk deməli kəsin yolu nə olacaq? L olacaq. Yəni delta L olacaq. V var, müəyyən bir S də var. O zaman nə olacaq bu hissədə? Deməli delta L1 birinci kəsi üçün yazacağıq. Delta L1 bərabərdir V1 vurulsun delta T. O zaman buradan da həmin bu təzyiq qüvvəsini gördük nəyə bərabərdir? Ümumiyyətlə iş nəyə bərabərdir? F vurulsun L-ə. Buradakı F-i biz təzyiq qüvvəsi kimi adlandırarsak, L-i də ki az öncə V1 delta T kimi yazarsaq, o zaman bu hissədə nəticə alırıq ki, deməli P1 S1 V1 vurulsun delta T. Yəni sol tərəf üçün, yəni bu hissə üçün alacağımız ifadə, yəni bu hissədə görülən iş buna bərabərdir. Yəni P1 S1 V1 vurulsun delta T. İndi gələk bunun sağ tərəfini eləyək. Buraya yazaq sağ tərəf. Sağ tərəfdə burada kiçik bir nüans var. Fikir verirsə, sağ tərəf, daha doğrusu sol tərəf necədirsə, sağ tərəfdə onun daha doğrusu indeks tərsidir. Yəni sol tərəfin indeksi nədir? Müsbət. Yəni belə deyim də, Rub indeksi müsbətdir. Sağ tərəfin Rub indeksi nə olacaq? Olacaq mənfi. Niyə? Çünki buradakı fikir verirsinizsə, P2 təzyiqi bu hissədən axın getdiyiniz zaman və buradan da V gəlir. Yəni V ilə axın istiqaməti eyni istiqamətdə deyil. Burada istiqamətdə neyinir? İstiqamətdə deməli bir-birlə qarşılıqlı olur. Bildik ki, bizdə vektorlarda, qarşı-qarşı vektorlarda deməli çıxılır. O zaman da buna mənfi vektorların deməli o kəsişməsi kimi baxa bilərsiniz və buradan da A2 bərabərdir mənfi P1 V1 bir saniyə ardıcıl yazaq P1 S1 V1 vurulsun delta T. Aha, deməli buraya yazaq A1, buraya yazaq A2. Aha. Deməli A1 üçün bunu tapdıq, A2 üçün bunu tapdıq. O zaman ilk hissəmiz burada yekunlaşdı. İndi gəlin bundan sonra neyiniyək? Həmin bu aldığımız işlərlə, daha doğrusu bu işlərin qiymətini lazım gətirərək hər hissənin, yəni həm S1, həm S2 üçün deməli aralarındakı enerji şeylərinə baxaq, fərqlərinə baxaq və ya enerji deməli ayrılmasına baxaq. Burada bu müsbəti niyə yazmışam? Burada mənə maraqlıdır. Aha, ikinci hissə olacaq deməli
Enerjinin ayrılması. İndi enerjinin ayrılmasını biz belə deyə bilərik. Baxın, S1 ilə S2 arasında mayenin enerjisini biz iki hissəyə ayıra bilərik. Birinci hissəyə deyək S1, S2 iştirik. İkinci hissəyə deyək, deməli bu birinci hissə olsun. İkinci hissəyə deyək isə S1 iştirik. Daha sonra belə alt-alta yazım. İkinci hissəyə də deyə bilərəm ki, mən deməli S1 iştirik S2. Yəni bu hissə nəzər gətirərsək S1 birincidə nə yazdıq? S1 vurursun S2 iştirik. Yəni S1 və S2 iştirik. Yəni bu deməli həmin bu kəsiyin həm başlanğıcı, həm sonunu, ikinci halda isə bu kəsin ortadakı həm başlanğıcı, həm sonunu aldıq. Bu hissə üçün bu hissədə deməli bunlar uyğun olaraqdan özümüzə yazıq. İndi burada yalnız bir şey deyəcəm ki, bunlar bizim üçün heç bir şey ifadə eləmir. Bununla sadəcə deməli hesablamada deməli köməklik olsun deyə mən bundan yazdım. Yoxsa bundan heç bir fiziki mənası yoxdur. Aha, indi keçək buradakı deməli bunları yazdıqdan sonra həmin o dediyim hesablamaya gələk. Buradakı hesablama mexaniki enerjinin saxlanmasına baxacağıq. Bura məsəl üçün bir şərt kimi yazacağıq. Mexaniki enerjinin saxlanması. Mexaniki enerjinin deməli saxlanması. Normalda orta məktəb üçün deməli saxlanması. Orta məktəb üçün deməli mövzu izah verəndə hissə gedirəm. Ali fizikadan mövzu izah verəndə niyəsə hissə getmək çox da sərf eləmir. Ona görə də bəzi istisna yerlərində sadəcə belə şifahi olaraq deyirəm. Amma bəzi yerlərdə belə deməli qısa nüans olaraq yazacağam. Özünüzə həvəskarlıq qeyd götürə bilər. İndi bu hissədən bizə elan bir nəticə gəlir ki, o zaman deməli həm burada nə deyək? Həm ilk başdakı, yəni həm başlanğıcdakı kəsiklərlə sondakı kəsikləri biz burada eyniləşdirərsə, o zaman enerjilər üçün biz nə yaza bilərik? Y son çıxırsın, Y ilk, düzdürmü? O da bərabərdir həmin aldığımız işlərin cəminə A1 plus A2. Çünki işlər zaten biz oradan aldıq. O zaman biz burada nə edə bilərik? Buradan buna hissə kimi aça bilərik. Son üçün biz nə yazmışdıq? S deməli sonlaşdırıqlardır. Fikir verirsə, həm bu deməli bu ikincinin sonu iştirik olan da, yəni S2 iştirik, birincinin sonu isə üstündə iştirik olan da, yəni S2 S1 iştirik. Yəni sonlar S1 iştirik, S2 iştirik. O zaman buradan yazarsak, deməli bu hissədən deməli bura Y S1 iştirik, S2 iştirik olacaq. Bu hissədə isə ilk hissə Y S1 S2 olacaq. Buradan da müəyyən bir eyniliyə deməli yazarsaq, deməli bu hissəni mən böyüdüm. Müəyyən bir eyniliyə yazarsak, bu eyniliyi də özünüzə qeyd eləyin. Deməli Y S1 S2 bərabərdir. Deməli bu bəzən yerlər fərqli yazıram, hamısı eyni yerlərdir. Sadəcə yazma halıma baxıram mənim. S1 iştirik üzərinə gəlinsin. Y S1 iştirik S2. Bu birinci hal olacaq. Bir də var bunun ikinci halı. Aha. Burada bir saniye. Burada nə səhv yazdım? Burada 2-dir. Aha. İndi keçək ikinciyə. S1 iştirik S2-yə, o da bərabərdir. Y S1 iştirik S2 üzərinə gəlinsin. Y S1 S2 iştirik olacaq. Burada üstünə yazacağıq. Bu da ikinci hal. Aha. İndi bu hissələr eyniləşdirilirsə, hər iki hissəni bir-birinə bərabərləşdirək. Y S1 iştirik S2 iştirik üzərinə gəlinsin. Y S2 S2 iştirik çıxılsın. Sonra nə olacaq? Y S1 S2 iştirik çıxılsın. Y deməli S1 S2 iştirik. Deməli burada iştirik olacaq. Burada da indi bu hal ikinci hal üçündür, yəni son hal üçündür. Deməli bu halda ilk bunun başlanğıc halı üçündür. O da bərabər olsun. Deməli biz nə yazmışdıq burada? Enerjilərə bərabərdir. Düzdürmü? İndi enerjiləri də buradan yazarsak,
Enerjilər üçün P1 deməli S1 V1 delta T çıxılsın. Mənfil olduğu üçün P2 V2 S2 delta T. Aha. Bunlar belə yazım. Sizin fikrinizi deməli çaşdırmasın. S2 V2 delta T. Aha. İndi buradan bu hissəni sadələşdirərsə ümumiyyətlə bu orta hissə gedəcək, bu orta hissə gedəcək. Yəni bu hissəni təmiz ləğv eləyək, çünki eynidir zaten. Yəni fikir versə eynidir. Sadəcə indeks fərqləri var. İndeks fərqləri də buradakı deməli ilk halın son halı olan deməli fərqinə baxacağıq. O zaman buradan da yazırıq ki, Y ikinci hal çıxılsın Y birinci hal bərabərdir P1 S1 V1 delta T çıxılsın. Deməli P2 S2 V2 delta T. Görürsüz necə də çox belə normal sadələşdirmə dedik, amma çox sadələşdirdik. Son alınan ifadədən də ortaq deməli təzyiqlər üçün bir düstur alarsak, buradan da təzyiqlər getdi. Eyni həcm üçün baxarsaq S1 V1 delta T bərabərdir S2 V2 delta T. Buradan da bizim son nəticəmiz deməli bu hissə olacaq. Aha, indi biz bu hissəni aldıq. Bu hissəni aldıqdan sonra bu arada indi yadıma düşdü. Buradakı T imiş. Mən T-yi niyə yazmışam ki, eləməmişəm, üstə gəldi. Üzr sayın. Neysə. Aha, bu hissəni aldıq indi. İndi bu hissədə gördük ki, həqiqətən də deməli N kəsikdən keçən zaman deməli buradan ayrılan enerjidən nə qədər saxlanıldığını, yəni həqiqətən də burada enerjinin saxlanma qanunu ödənildiyini gördük. Yaxşı, bəs burada niyə? Niyə burada enerjinin saxlanma qanunu burada bu hissəyə düşdü, bu vəziyyətə düşdü? Çünki maye sıxılmır. Yəni, məsəl üçün, deyəlim ki, vahid zaman anında, məsəl üçün, kəsikdən nə qədər su daxil, məsəl üçün, kəsiyə nə qədər su daxil olarsa, o qədər də su çıxır. Yəni, məsəl üçün, həyatınızdakı şey kimi düşünə bilərsiniz. Məsəl üçün, şılanq kimi də düşünə bilərsiniz. O şılanqa nə qədər su girirsə, o qədər də su çıxır. Buna da eynən zaten mən nədir? O şılanqa mən kəsik deyirəm. Zaten nədir? İki ucu kəsik olan bir deməli şılanq kimi də təsəvvür edə bilərsiniz. Yəni bu hissədən də görürük ki, həqiqətən də sol tərəfdən girən mayenin deməli sağ tərəfdən girən maye üçün həcm düsturu bu olacaq. Yəni bu sol tərəfin mayenin həcmi düsturudur, bu da sağ tərəf. Həqiqətən də bir-birlərinə bərabərdir. Və o zaman zaten bunlar vahid həcmə bərabərdirsə, o zaman S1 V1 delta T bərabərdir S2 V2 delta T, o da bərabərdir delta V, yəni həcm dəyişməsinə bərabər olacaqlar. Bu hissədən də maraqlı bir şey deməli öyrənmiş olduq. Yəni belə deyim də hər iki tərəfdən keçən mayenin həcmi eynidir. İndi burada istisna bir hala baxacağıq. İstisna bir hal aslında bunun ardıdır. Yəni bunun ardı kimi də deyə bilərik. Aha, deməli istisna halı burada bunun kimi yazacağıq. Burada bir nüans daha var. Bir nüans deməli ulduz. Burada stasionar, yəni stansiyalar hala baxacaq. Stansiyalar halda axın, yəni məsəl üçün stansiyalar axın vəziyyətinə baxacaq daha doğrusu. Stansiyalar hal çünki belə deyim də elektromaqnet deməli dalğalardan bir nüansdır. Yəni bundan onu səhv salmayaq. Burada sadəcə öyrəndiyimiz stansiyanın axındır. Aha, indi burada ilk öncəliklə stansiyanın axın nə deməkdir, ona baxaq. Stansiyanın axın o deməkdir ki, axın zamanla dəyişmir. Yəni məsələn deyək, məsəl üçün indi hal-hazırda bir dənə məsəl üçün müəyyən bir cisim və ya müəyyən bir istisna halda, istisna deməyək, normal bir halda məsəl üçün deməli təcrübə aparıq. O
təcrübədən həmin o təcrübə zamanı ölçdüyümüz sürət 10 saniyə sonra da eyni qalacaq, 1000 saniyə sonra da eyni qalacaq, 100 min saniyə sonra da eyni qalacaq. Yəni stansiyanın axında mayenin deməli mayenin axını zamanla dəyişmir. Yəni necə deyim, sürət sabit qalır kimi də fikirləşə bilərsiniz. Yəni bu səbəbdən eyni həcmdə mayenin enerjisi də dəyişmir. Bu zaman deyirlər ki, son stansiyanal halın enerjisi, belə yazaq, son stansiyanal halın, yəni mayenin həm sağ tərəfindəki, həm də sol tərəfindəki, deməli, en kəsilən stansiyanal axının enerjiləri bir-birlərinə bərabərdir. O zaman buradan deməli, nəticə olaraq biz nə alırıq? Deməli, bu hissədən, buraya yazaq nəticə məsəl üçün bu hissədən. Nəticə olaraq biz nə aldıq? Nəticə olaraq aldıq ki, deməli, S1 V1 delta T bərabərdir S2 S2 V2 delta T bərabərdir delta VR. Yəni, həm sağ tərəfin incəsinin 3-ün həcmi, həm də sol tərəfin incəsinin həcmi ümumi həcmə bərabərdir və bunu deməli, tam mexaniki enerjidən ilk və son enerjilər üçün deməli ayrışdırarsaq bu hissədən, o zaman Y deməli S2 S2 ştrix çıxılsın Y S1 S1 ştrix. O da bərabərdir deməli P1 minus P2-yə vurulsun delta V-yə. Bu qədər. Bu da enerji ilə bağlı maraqlı bir fakt göstərdik. İndi ümumən buradan bu deməli düsturun mənası nədir? Yəni, təzyiqlər fərqi mayenin həcminin enerji fərqinə bərabərdir. Yəni, belə deyim də, bu düstur üçün ən qısa deyilə biləcək tərif budur. Yəni, təzyiqlərin fərqi həmin həcmdəki, deməli, mayenin enerji fərqlərinə bərabərdir. Yəni, bunu sadəcə belə deyim də, şifaydə bu, deməli, düstur oxumayı da deməli, bacarmalısınız bunun üçün. Bunun üçün də və ya deməli, bu düstur üzərində də tərif çıxartma olur. Mümkündür zaten. Buradan görürük ki, nə var burada? Burada deməli, müəyyən bir enkesin sayəsində, müəyyən bir həcmdə olan, yəni bu sabit həcm deməyəm, müəyyən bir vahid həcmdə olan təzyiq dəyişməsinin enerjiyə bərabərliyini də deyə bilərik. İndi bu hissəyə qədər biz nə etdik? Bu hissəyə qədər deməli ilk öncəliklə biz nə hesabladıq? İşi hesabladıq. Etdiyimiz şeylər yazaq. Biz indiyə qədər işi hesabladıq. İkinci nə etdik? İkinci sıxılmayan mayedən keçən həcmin sabit olduğunu göstərdik. Yəni S1 V1 bərabərdir S2 V2. Bunu özünüzə qeyd olaraq da yaza bilərsiniz. Sıxılmayan mayedə keçən həcm sabitdir. Üçüncü stansiyanal hala baxdıq. Stansiyanal axında, belə deyim də, enerji zamanla dəyişir. Bu arada mən bundan əvvəlki tərifdə zamanla dəyişmir yazmışdım. Mən sürət üçün onu deyildim. Sürət də zamanın yerlərini səhv salmışam, üzrü sayın. Stansiyanal axın, hətta bunu da özünüzə qeyd edin. Stansiyanal axında enerji zamanla dəyişir. Enerji zamanla dəyişdiyini də və yazdıq və son olaraqdan bu bütün aldığımız bu hissə sadəcə bir ilk təməl hissədir. Yəni bizim mexaniki enerjinin saxlanma qanununda birləşdirərək bu nəticələrlə həmin o deməli o Bernoulli tənliyi üçün bir keçid hazırladıq. İndi isə deməli keçək əsas məsələyə. Bu hissədə bəzi nüanslara deməli toxunmaq istəyirəm. Bəzi nüanslar toxunacaq. Bura qədərki hissə bizə deməli Bernoulli tənliyi üçün bir altyapı, yəni türklər demiş, yaratdı. Yəni bura qədərki hissədə bir şeydə nəticəyə gəlirik ki, deməli əslində Bernoulli qanunu mexaniki enerjinin saxlanması qanununun mayelərə əslində tətbiq olunmuş formasıdır.
Yəni məsəl üçün bunu artıq hissə-hissə gedə bilərik. Bunu məsəl üçün təsəvvür edin ki, su deməli sıxlaşdığı yerdə, deməli məsəl üçün və ya daralan yerdən deməli bir borunun içində su axır və bu borunun bir hissəsi enlidir, digər hissəsi isə nisbətən en kəsiyi enlidir, yəni daha dardır. Deməli maye birinci nöqtədən ikinci nöqtəyə hərəkət etdikcə onun enerjisi 3 formada olur. Yəni belə göstərə bilərəm əslində onu. Məsəl üçün bura enlidir, bura ensizdir. Baxın belə. Yəni zaten bu orta məktəbdə öyrədilən ən məşhur deməli şəkildir. Yəni buradan bu hissəyə doğru keçərkən, buradan bu hissəyə doğru deməli keçərkən axınlar bunlardan 3 şey dəyişir. Hətta göstərim belə, bu 1, məsəl üçün bu 2, bu da 3. Burada axır. Bu axın zamanı ortaq bir şey var ki, burada 3 formada enerji deməli, yəni məsəl üçün bura 1 nöqtəsi yazıb, bura 2 nöqtəsi yazıb, yəni 3 formada enerji dəyişir. Bu enerji hansılardır? Gəlin onlara baxaq hissə-hissə. Birinci enerji deməli olacaq, deməli təzyiq enerjisi. Təzyiq enerjisi belədir ki, biz az öncə yuxarıda ilk başda təzyiqin nə dedik ki, mayəni kəsikdən axmasına kömək edən bir itələyici bir belə deyim də kəmiyyətdir. Bundan əlavə olaraq da deməli vahid həcmə düşən, əgər ki biz təzyiqi yazarsaq, sadəcə öz hərfini yazmamız kifayət eləyir. Yəni P. İkinci olacaq deməli kinetik enerji. Kinetik deməli enerji. Kinetik enerji bu hissədə deməli maye hərəkət edir axı. Bu hissədə baxın maye hərəkət edir. Bundan hamısı bir V sürəti alır və mayenin özü də təbii ki müəyyən bir m kütləyə sabitdir, düzdürmü? M kütləyə sabit olduğu üçün mv kvadratı bölünsün 2 ala bilərikmi? Yəni y kinetik deməli bərabərdir mv kvadratı bölünsün 2. Amma mən burada deməli kütlələrlə işləməyəcəm. Çünki mənə mayenin kütləsi maraqlı deyil. Mənə burada mayenin həcmi və sıxlığı maraqlıdır. Ona görə də deməli kütlənin belə bir düsturu var, elə deyilmi? Rho V düsturu var. O zaman gətirib yenə yazarsam, rho vurulsun deməli rho V vurulsun V'nin deməli kvadratı bölünsün 2. Buradan deyə bilərsiniz ki, rho V'nin kub hissəsi olacaq. Amma əslində bir şey unutmayın ki, buradakı sürəti həcmlə qarışdırmayın heç vaxt. Rho V. Buradakı həcm indi bu şey istisnalarda olur həqiqətən də. Yəni uşaqlar rho V yazır ki, bu həcmdir. Bu həcmdir, bu sürətdir. Yəni bu sürətdir, bu həcmdir. Madəm ki buradan belə bir şey çıxdı, biz dedim ki, kütləni mən deməli sabit alacağam. Deməli bu axın həmin bu bir hissəsindən 2 hissəsinə gəlsə belə həcmi dəyişməyəcək zaten. Yəni suyun həcmi nə qədərdirsə, bu en kəsindən keçəndə də o qədər olacaq. Zaten bu ona görə də bu V də dəyişməyəcək. V də dəyişmədiyindən dolayı bu V-ni də mən ataram. Olar rho V kvadratı bölünsün 2. Rho V kvadratı bölünsün 2 düsturumuzu almış oluruq. Bunu da alırıq ki, kinetik enerji, yəni sürət artdıqca kinetik enerji də artır. Bu hissədə kütlələrlə dedik ki, işimiz yoxdur. İndi keçək üçüncü, deməli üçüncü hissəmiz deməli potensial enerji olacaq. Maye müəyyən hündürlükdə yerləşirsə, bunun cazibə deməli qüvvəsinə görə deməli potensial enerjiyə malik olur və vahid həcmdə deməli potensial enerji üçün rho g h düsturunu, yəni hidrostatik təzyiqi mən burada yaza bilərəm. Yəni hündürlük artdıqca deməli potensial enerji də artır. O zaman belə bir nəticəyə gəlir ki, ideal mayedə enerji itmir. Bu nəzəriyyəni buradan çox gözəl çıxarda bilərik. Orta məktəbdə öyrədilməyən çox gözəl bir şeydir bu.
İdeal mayedir. Enerji itmir. Baxın, ideal halı bəlkə də olar, yəni artıq hər mövzuzanda, yəni belə deyim də, molekulyar kinetik nəzəriyyədən bu yana bu sözü artıq dəfələrlə təkrar elədik. Bir dəfə də təkrarlayaq. Deməli, unudanlar üçün. Bir şeyi yadınızda saxlayın ki, bir şeyin ideal halı onun həqiqətən də var olmuş halı ilə deməli qarşılaşdırılmır. Yəni həyatda ideal insan yoxdur. İdeal heç bir şey yoxdur həyatda. Sadəcə burada ideal modellər var. Məsələn, ideal qazın təzyiqi var, ideal qaz qanunları var. Yəni model halında, standartlar halında yığılmış bir şeydir. Yəni hər şeyin ən yaxşı olduğu modelə deyirik ideal. Və burada da bu deməli en kəsikdən axan maye elə bir mayedir ki, axın zamanı enerji itmir və bu maye deyirik ideal maye. Yəni bu ideal mayeni böyük ehtimalla bizim maksimum görə biləcəyimiz maye su bazlı deyirəm. Maksimum bu belə deyim də butulkalarda içdiyimiz su olar. Yəni ideal maye halı laboratoriya şəraitində hissə araşdırılan bir şeydir. Zaten yenə yoxdur, amma ideal halı var. Bunun çox dərinlinə girməyək. Bunu əgər deməli bu hissə haqqında, yəni ideal maye haqqında nəzəriyyə öyrənmək istəyənlər üçün şərh bölümündə yaza bilərsiniz. Onun üçün də bir video çəkirəm. Mənim üçün xoşdur. Narahat olmayın. Aha, indi keçək deməli isbata. Səhərdən bu isbat üçün hər şeyi aldıq. Enerjiləri də aldıq. Mexaniki enerjinin deməli hissələrini aldıq. Maye üçün də enerji düsturları aldıq. İndi gələk hissə yazmağa. Bu hissə üçün biz yuxarıda nə yazmışdıq? Deməli ilk nöqtə və ikinci nöqtə, düzdürmü? Bu hissə üçün. Deməli bu hissə üçün, hə. Bu hissədən birinci nöqtə, ikinci nöqtə. Buradan bir P, buradakı bir P və bu hissədən də V1, V2 halında və buradan da H1, H2 halında mütləq hündürlüyü alarsak, o zaman belə bir şey olacaq. Baxın, yəni buradan, bir saniyə, buradan belə bir en kəsiyi yaradırıq. Deməli, bu en kəsiyin burası böyük oldu, amma önemli deyil. Deməli, bu hissənin də ağzını bağlayaq. Aha, bura birinci kəsik olsun, bura deməli ikinci kəsik olsun, bura P1 olsun, buradakı P2 olsun təzyiq, buradan girən maye V1 sürəti ilə gəlsin, buradan çıxan maye V2 sürəti ilə çıxsın və bu deməli hündürlüklər arasındakı məsafəyə mən deyim bir H1, bu hündürlüklər arasında məsafəyə də mən deyirəm bir H2. Belə yazaq hətta. Bura bir H1. Buranı da mən sileyim. Deməli, burada yazın bir H2. O zaman bunlar üçün ortaq olaraq mən buradakı axan mayenin kütləsi üçün nə demişdim? Kütlələr zaten eynidir. O zaman eyniləşdirərək M1 bərabərdir, daha doğrusu kütlə dəyişməsi üzr istəyirəm. M1 bərabərdir delta M2. O da bərabərdir, deməli, sıxlığın və sabit dəyişkən həcmin bərabərliyi, o da bərabərdir delta M, yəni ümumi kütləyə. Və mayenin sıxılmayan olduqda sabit olduğunu nüansa alarsak, o zaman bu yuxarıdakı düsturumuzu, yəni bu hissədəki düsturumuzu, bu hissədə yazdığımız bu eyniliyi gətirib burada deməli göstərərsək, o zaman deməli YS2, YS2, S2 iştirak bərabərdir. Y deməli potensial S2, S2 iştirak üzərinə gəlinsin. Deməli Y kinetik S2, S2 iştirak. O da bərabərdir. Delta M vurulsun J vurulsun H2 üzərinə gəlinsin. Deməli delta M V2-nin kvadratı bölünsün 2 olaraqdan yazacağıq bu hissədə. İndi birinci hal üçün baxaq. Deməli Y S1, S1 iştirak bərabərdir. Y deməli potensial S1, S1 iştirak üzərinə gəlinsin. Y kinetik deməli S1, S1 iştirak. O da bərabərdir delta M J H1-in
üzerine gəlinsin delta m V1'in kvadratı bölünsün V2. İndi bu hissəni görürük ki, bu hissə yuxarıda yazdığımız hissə ilə eyniləşdiririk. Və bu hissə fikir sizə birazcık uzun uzadı bir hissə oldu həqiqətən də. Yəni bu hissə bizi narahat eləyir. Narahat eləyirsə, o zaman bunu sadələşdirək. Hər kəsi üçün yaza biləcəyimiz ortaq bir düstur. Buradan hər ikisini birləşdirərsək, deməli, buradan alacağımız nəticə belə olacaq. Deməli, bir saniye. Aha, buradan alacağımız nəticə bu olacaq ki, deməli, delta nə olacaq bir saniye? Delta, bunu bu tarafa açsaq, delta m j h1, bunu da bu tarafa açsaq, üzərində gəlsin delta m v1'in kvadratı bölünsün 2, üzərində gəlsin p1 delta v bərabərdir. Deməli, delta m j h2 üzərinə gəlinsin. Deməli, bunu düzgün yazaq. H2 üzərinə gəlinsin delta m v1'in, deməli v2'nin daha doğrusu v2'nin deməli kvadratı bölünsün 2, üzərinə gəlinsin p2 delta v. Aha. Bu isə fikir verirsə yavaş-yavaş artıq formaya düşməyə başlayır. Hər tərəfi, yəni hər iki tərəfi, deməli, delta v-yə, deməli, bölərsək bu hissədən böl, deməli, delta v yazarsaq, o zaman buradan alacağımız nəticə, deməli, yığcam hala gələcək və yığcam halanda nə olacaq? Deməli, rho j h1 bu hissəni bölsək, deməli, rho v1'in kvadratı bölünsün 2, həqiqətən də alındı, bölünsün p1 bərabərdir. Deməli, rho j h2 üzərinə gəlinsin rho v2'nin kvadratı bölünsün 2, üzərinə gəlinsin P2 düsturu. Bu isə həqiqi olaraqdan öyrənilən Bernoulli tənliyidir. Və bu hissədə sadəcə ümumi hal üçün baxarsaq, rho JH üzərinə gəlinsin rho V-nin kvadratı bölünsün 2, üzərinə gəlinsin P bərabərdir konstant sabitliyindən ifadəsindən anlaşılır ki, yəni bu ifadədən aldığımız nəticə odur ki, axın, yəni bu hissədən alınan axın həmin bu kəsin n kəsiyinin sahəsindən asılı olmadığını göstərir. Yəni bu hissə n kəsiyinin sahəsindən asılı deyil. Aha. İndi burada kiçik bir deməli nəzəriyyədən danışmaq istəyirəm. Bizdə deməli bu ümumi fizikada deməli düzgünlük qəbul olunmuş anlayışa görə buradakı P statik təzyiqdir. Dəqiq düzgün yazaq. Buradakı deməli rho v kvadratı bölünsün 2. Deməli bu dinamik təzyiqdir. Və rho GH isə hidrostatik təzyiqdir. Yəni bizim orta məktəbdən öyrəndiyimiz düsturdur. Hidrostatik təzyiq. Aha. Hidrostatik təzyiqdir və əslində deməli burada əgər biz deməli bu dinamik təzyiq üçün danışarsa, burada istilahi hadisəsinin bir mahiyyətini təhrif etmiş oluruq. Bu təhrif nəyi xarakterizə? Yəni üfüqi vəziyyətdə olan bir kəsikdən axan maye daxilində yalnız bir təzyiq. O da bizim statik təzyiqimiz olacaq. Yəni üfüqi vəziyyətdə olan kəsiyimiz var. Məsələn, üfüqi vəziyyətdə olan bir dənə kəsiyimiz var, düzdürmü? Üfüqi vəziyyətdədir. Burada sadəcə statik təzyiq olacaq. Həqiqətən də bu hissədə bizim işarə etdiyimiz, zaten ən başda isbatın zaten ilk hissəsində göstərdiyimiz statik təzyiqlər var burada. Yəni bu hissədə həqiqətən də ilk hissədə statik təzyiq var üfüqi istiqamətdə. Amma bu hissədə isə bu deməli dinamik təzyiq isə maye hərəkət edərkən
onun təzyiqinin nə qədər azaldığını göstərir. Yəni hərəkət edən mayenin təzyiq üçün nə qədər azaldığını göstərir. Və buradan da bir şey çıxır ki, deməli üfüqi vəziyyətdə qoyulmuş borudan axan maye daxilində yalnız statik təzyiq mövcud olduğunu deyə bilərik və buradakı sadəcə statik təzyiq mövcuddursa, biz burada o zaman en kəsin sahələrini və hündürlüklərini nəzərə almasaq və yəni ümumi H üçün yazarsaq, H bərabərdir H1 minus H2 bərabərdir 0 olan halı nəzərdən keçirərsək, o zaman ρGH buradan nə edəcək? Buradan ρGH deməli sıfırlanacaq. O zaman nə olacaq? Bizim orta məktəbdə bizə öyrədilən rho v-nin kvadratı bölünsün 2 bərabərdir konstant halına baxacaq. Yəni orta məktəbdə bizə yəni ən azından isbatı deyildi. Yəni bu eyniliyi, bu enerji saxlanılmasını heç birini öyrətmirlər. Gətirib bizə sadəcə deməli bu iki dənə yan-yana cəmlənmiş deməli ifadəni bizə göstərirlər. Yəni zaten orta məktəb belə deyim də, bu proqramlar zaten eləsi var, sevilərək oxunur, eləsi var, sevilərək oxunmur. Yəni mən zaten uşaqların dərsə yanaşmasından, hərəkətlərindən, əsasən oxumalarından vəziyyətin nə olduğunu görürəm zaten. Amma bunlara, uşaqlara, istər müəllimlərə, yəni belə kiçik isbatlar verərək, düzü bu kiçik isbat olmadı. Yəni ümumiyyətlə belə isbatlar verərək fizikanı daha da maraqlaşdırmağa onlara çalışıram. Həmçinin də bir mövzu içərisində 3-5 mövzu təkrarlayın. Görün burada nə qədər mövzu təkrarladıq. Həm Newton təkrarladıq, yəni demək olar ki, həm enerjiyə təkrarladıq, həm deməli tam mexaniki enerjinin saxlanma qanunu təkrarladıq, həm hidrostatik təzyiqi təkrarladıq, həm deməli en kəsinə axan maye üçün deməli şeylər üçün yazdıq, bərabərlik üçün yazdıq. Yəni neçə dənə mövzu təkrarladıq. Yəni isbatların bir gözəlliyi də ondadır. Həmçinin iş mövzusunu təkrarladıq. Yəni say qurtarmaz hətta. Hətta bunun arxasından geçsək, hətta biraz da bir Arximedə girmək olar, amma Arximed çox uzun bir şeydir. Arximedin zaten belə sizə görünən geniş qismini deməli Arximedin sizə görünən geniş qismini orta məktəb deməli proqramından kənara çıxmayaraq gözəl bir video halında anlatmışam. İstəsəniz deməli geri qayıdıb onlarda baxa bilərsiniz. Arximedin mövzuları var. Zaten ali fizikada Arximedin çox belə dərin öyrənilmir. Sadəcə o rho v-nin falan filan bəzi deməli enerji saxlanılması falan tuturları var. Yəni yoxsa orada səhv etmirəmsə bir 51 dəqiqəlik mövzu idi Arximed qanunu. Yəni orada demək olar ki, sizə lazım olanı bütün hamısını öyrətdim, amma ali fizikada belə deyim də orta nəzəriyyədə keçirilənlərin %70'ini falan göstərdim orada. Aha. Zaten Arximed çox böyük bir hissə deyil. Sadəcə orta məktəb üçün, yəni bu qədər böyük hissəni niyə veriblər, mənə maraqlıdır yəni. Ali fizikada bu qədər Arximed öyrənilmir, yəni 3 dənə düstur falan çıxarılır. Neysə, bu hissəni də deməli yazdıq. Yəni sözümüzün məqsədi deməli kənara çıxdıq. Yəni belə deyim də, çox maraqlıdır bu isbat dünyası, fizika dünyası, fizika dünyasındakı olan isbatlar. Yəni əlinizdən gəldiyi qədər öyrəndiyiniz bir nəzəriyyənin isbatını çıxarmaya çalışın mütləq ki, isbatını çıxardığınız bir şey ömrü ağlınızda qalır həmçinin də. Aha, bu hissəni də deməli əlavə bir nəzəriyyədən, hissədən əlavə etdikdən sonra və bu hissələr üçün deməli son olaraqdan bu da məndən sizə hədiyyə olsun. Nümunə olaraq yazarsak, məsəl üçün 2 dənə hissə var. Bu hissə artıq bunun çıxışıdır. Məsəl üçün burada görürsünüz ki, bu turba incələyir. Buradakı incəldiyi üçün bura 3-cü hal deyəcəm. Daha doğrusu bu P3'dür. Bura P3 deyəcəm. Bura P2 deyəcəm. Burada P1 deyəcəm və buradan axan V1 sürəti ilə
Buradan keçdikdən sonra buradakı V3 sürəti ilə və buradan keçdikdən sonra buradakı V2-nin öz sürəti ilə gedəcək. Buradan fikir verirsinizsə, bu hissədəki 3-cü hissədə artıq sıxlaşma mühitinə girəndə buradakı təzyiq çox azalır. Amma ikinci hala keçəndə artıq bu hissədəki mühit öyrəşir və buradakı təzyiqi artır. Yəni ən böyük zaten təzyiq deməli P1-dir. P1-dən gəlib P2-ə keçəndə deməli həcm bunu sıxır, yəni həcmi azalır artıq bu turban. Həcmi azaldığına görə deməli V buradan keçərkən deməli belə deyim də məsəl üçün bir heç bir deməli açıq pəncərəsi bir qapısı olmayan evə girəndə adam sıxılır. Yəni onun kimi də fikirləşə bilərsiniz. Maye buradan girərkən deməli təzyiqi bunu sıxamır. Və burada keçdikdən və müəyyən bu V2 istiqamətinə gəldikdən sonra artıq bu P2-nin vəziyyətinə öyrəşir. Ona görə də burada deyirik ki, P2 böyükdür P3-dən. Bu qədər. Uşaqlar, bu qədər deməli orta məktəbdə öyrəndiyimiz çox kiçik bir, hətta mən sizə deyərdim 2 dənə və ya 3 dənə bizə deməli bir düsturlarını öyrətdikləri mövzunun yəni nə qədər də geniş və maraqlı bir mövzu olduğunu sizlərə burada göstərməyə çalışdım. Ümid edirəm, deməli hər biriniz anlamışsınızdır. Fizika həvəskarları üçün də gözəl bir nəzəriyyələri olsun. Müəllimlərin işə qəbul imtahanlarına vaxtı artıq açıqlanıbdır. Həm deməli artıq tələbələr, həm də ki müəllimlərin işə qəbul imtahanlarına yaxınlaşırıq artıq. Hər birinizə uğurlar arzu edirəm. Deməli, əziz tələbələr, həm də ki, müdavimlər çox az qalıb. Ümid edirəm, bu video sizə yararlı olmuşdur. Özünüzə yaxşı baxın, sağ olun.